Uşaqlarda yemə seçiciliyi. Uşaqlarda yemə seçiciliyi pasientlər əksərən gəldikləri zaman valideynlər əsas klinik şikayətləri bitirdikdən sonra "Hə doktor, bu uşaq yeməyin yemir, onu yemir, bunu yemir" deyə şikayətlərlə müraciət edirlər. Birincisi xüsusilə 6 yaşa qədər, xüsusilə 2-6 yaş arası dövrdə bu şikayətlər təbiidir, gözləniləndir. Bunlar hər zaman klinik bir əhəmiyyət kəsb edir. Bunun üçün uşağın yemə vərdişlərini qaydasına qoymamız lazımdır. Birincisi, uşağın yemədiyi bir qida varsa və daha öncə məruz qalmadığı bir qida varsa, ilk eləyəcəyiniz şey uşağa həmin qidaya minimum 10-15 dəfə toxunmasına icazə verəcəksiniz. Uşaq bu toxunma deyildiyi zaman uşaq o yeməyi götürə bilər, əlində əzə bilər, burnuna sala bilər, qulağına sala bilər, üstünə sürtə bilər. Amma olsun, əsas odur ki, uşaq o yeməyin teksturasını öyrənmiş olur və yaxud qoxusuna öyrəşmiş olur və bu şəkildə ona məruz qalır və nəticədə yemək seçiciliyi edir, qidaların sayı getdikcə azalmış olur. İkinci nüans, uşaqların yemə saatlarının konkret olması lazımdır. Amma bu mühitin gərgin olmaması lazımdır. Bəzən hətta süfrə qurulma prosesinə uşağı da cəlb eləyərək onun üçün yemə prosesini daha mülayim, o gərgin mühitdən daha uzaq hala gətirmək olar. Və uşaq yeməsində olan qızıl qayda uşağın nə yeyəcəyini ana qərar verir, amma nə qədər yeyəcəyini özü qərar verir. Diqqət etmemiz lazımdır. Nə nəzərdə tutulur? Yəni uşağa siz bir qaşıq yeməyi verirsiniz və özü və ya yedi, amma daha sonradan təyyarə, gəmi və ya kiminsə xətrinə ortaya qoşularaq uşağa qida qəbulu, əlavə qida qəbul edilməyə çalışırsa, bundan uzaq durmağa çalışın. Çünki uşaq bu zaman istəmədiyi bir şeyə məruz qalmış olur və onun üçün yemə mühiti yenə gərginləşmiş olur. Və tövsiyə olunandır ki, qida aralarında, yemək öğünləri arasında uşağa qətiyyən əlavə bizim o çərəz dediyimiz, açdırmalıq dediyimiz əlavə qidalardan verməməniz tövsiyə olunur.